Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub: Peyğəmbərlərlə ata və anasına yaxşılıq edənlər arasında bir dərəcə fasilə olar. Bəli, əziz izləyicilər, bu hədisimizlə başladıq. Cümə gününün son dəqiqələrini yaşayırıq. Yenə yeni bir mövzu ilə sizlərlə görüşə gəldik. Mövzumuz bağlanma stilləri olacaq və məxsusən də bu mövzunu müzakirə etmək üçün studiyamızın qonağı psixoloq Cəmilə xanım Qasımovanı dəvət etmişik. Xoş gördük Cəmilə xanım. Salam, hər vaxtınız xeyir olsun. Öncəliklə sizə və komandanıza dəvətiniz üçün təşəkkür edirəm. Mən mövzu seçimi barədə bir qədər düşündüm və istədim ki, elə bir mövzu olsun ki, hər kəs üçün maraqlı olsun. Ona görə istəyərəm ki, bu günləri bağlanma stilləri nədir, ümumiyyətlə necə formalaşır, valideynlərin necə bir davranış və münasibəti uşaqlarda bu bağlanma stillərindən formalaşmağına səbəb olar. Bunun ətrafında bir qədər danışmağımızı istəyərəm. Ümumiyyətlə, bağlanma stillərinin əhəmiyyətinə gəldikdə, sağlam psixologiya, sağlam psixoloji durumun belə deyək, təməlində dayanan əsas məsələlərdən biri bu bağlanmanın necə formalaşmasıdır. Yəni, bu mənada çox mühüm rol oynayır. Bağlanma dedikdə, daha sadə izah eləsək bunu, ümumiyyətlə, uşaq doğulan gündən, daha geniş desək, insan yaranan gündən bu dünyaya gəldiyi vaxtdan öz valideynləri ilə arasında müəyyən bir bağ formalaşdırır. Bu bağın əsasında da belə deyək, münasibətlər yaranır və uşaq kiçik yaşlardan valideynləri ilə belə deyək, necə bir münasibət qurmağı öyrənirsə, bu münasibətləri model alaraq başqa insanlarla da buna bənzər əlaqələr qurmağı öyrənir və düşünür ki, bunu doğru qəbul eləyir, həm də öyrəndiyi bir yol, münasibət tərzi bu olur. Ümumiyyətlə, bizim istədiyimiz nədir? Bizim istədiyimiz budur ki, uşaqlar kiçik yaşlarından düşüncəsi və hissləri sağlam şəkildə formalaşsın və belə deyək, mən hər zaman valideynlərimdən sevgini ala bilərəm, həyata güvənə bilərəm, həyat güvənilir yerdir, insanlara sevgi verə bilərəm, ala bilərəm və ən əsas da valideynlərimin sevgisi hər zaman mənim üçün oradadır. Ümumiyyətlə, valideynlərin təbii ki, hər ikisi bu bağlanmada mühüm rol oynayır, amma təbii ki, hər zaman ananın rolu burada xüsusilə əvəz olunmazdır. Bunu qeyd eləməliyik. Biz qeyd elədik ki, valideynlərin sevgisi hər zaman mənim üçün orada olduğunu uşaq hiss eləməlidir və bu cür düşünməsi lazımdır. Yəni, bizim istədiyimiz budur. Ümumiyyətlə, dünyada, həyatda sıxıntı, çətinlik, problem yaradan az qala nə qədər insan varsa, hər biri demək olar ki, bu sevgini ala bilməyən, valideynlər tərəfindən hiss eləyə bilməyən insanlar tərəfindən yaradılır bu problemlər. Yəni, mühümlüyünü buna görə qeyd eləmək istədim. Bir də qısa olaraq istəyərəm ki, bu bağlanma stilləri haqqında məlumat verim, nədir, necədir. Bunlar İlk olaraq güvənli bağlanmadan başlamaq istəyərəm ki, ən sağlamı budur. Güvənli bağlanmanın formalaşması üçün ən əsas tələb nədir? Sevgi mütəmadi və davamlı olaraq verilməlidir. Yəni, kəsintiyə məruz qalmamalıdır. İkinci şərt tutarlı olmalıdır. Məsələn, burada belə bir misal vermək istəyərəm ki, əgər ana uşaqdan, məsələn, nəyəsə görə küsürsə, xoşuna gəlməyən uşaq bir davranış göstərdikdə ondan inciyir, küsürsə, uşaq artıq güvənli bağın formalaşması sual altına düşür. Niyə? Çünki artıq bir qorxu ortaya girir ki, mən o sevgini itirə bilərəm. Orada çünki küsmək var. Bəli. Və o zaman da çox şey uşaq anadan gizlədəcək. Bəli. Bəli. İkinci bağlanma stilinə toxunmaq istəyərəm qısa olaraq ki, bu qaçınqan, bəzən də çəkingən bağlanma olaraq tərcümə olunur bizim dilimizdə. Bu, insanların təbii ki, sonraki həyatında çox problemlər, çox çətinliklər yaradır. Güvənsiz bağlanma kateqoriyasına aid hesab olunur bu qaçınqan və üçüncüsü isə təşvişli bağlanma stilidir. Hər ikisi güvənsizdir, sadəcə fərqli istiqamətdədir və fərqli şəkildə formalaşır. Cəmilə xanım, vurğuladığınız əsas hissələri duyduqda artıq İlkin olaraq mən eşitdiyimə görə sizin bu danışıqlarınızı bu fikrə gəlirəm ki, deməli uşaqların qaçınqan olmamaları
üçün güvənlik onlara vermək lazımdır. Ümumiyyətlə bu psixologiyanın siz bir neçə hissəsinə toxundunuz, amma bildiyimiz qədərlə və psixoloqlarla mütəmadi olaraq bu studiyanı paylaşdığımıza görə bizlər də artıq bir neçə hissələri belə deyək, sevərək və mənimsəyərək qəbul etdiyimiz yerlər də var. Fiziki baxım vermək uşaqda bağlanmanı formalaşdıra bilərmi? Fiziki baxım formalaşdırır yoxsa yox? Bizim üçün maraqlıdır. Çünki siz vurguladınız ki, o güvənlik olmalıdır, uşaq qaçmamalıdır, qaçınqan olmamalıdır. Ona görə bu fiziki baxımla formalaşdıra bilərikmi? Buyurun. Çox maraqlı sualdır əslində. Təşəkkür edirəm sualınız üçün. Fiziki baxım uşaqda bağlanmanı formalaşdırmağa təməl yaradar. Təməlini formalaşdırar, amma öz-özlüyündə bağlanmanı formalaşdırmaz. Belə deyək, bağlanmanın formalaşmasında əsas rol uşağın hisslərinin və emosiyaların anlaşılması və qarşılıq görməsi bağlanmanı formalaşdırır. Amma fiziki baxım vermək bir yerə qədər onun belə deyək, təməlini yarada bilər. Bəzən valideynlər uşaqlara maddi ehtiyaclarını qarşılayır, paltarlarını yuyur, bütün ehtiyaclarını ödəyirlər. Düşünür ki, uşaq sevildiyini hiss edir, amma uşaq onların heç birindən sevildiyini hiss eləmir. Uşaq o zaman sevildiyini hiss edir ki, onun hisslərini ifadə edə bilir və qarşılıq görür. Və bu zamanda təbii ki, güvənli bağlanma formalaşır. Biz qaçınqan bağlanmadan istəyirdim bir qədər danışaq. Güvənsiz bağlanma stili olmaqla bərabər ümumiyyətlə bu necə formalaşır? İlk olaraq uşaq kiçik yaşlardan hisslərini ifadə eləməyə cəhd göstərir, çalışır. İstəyir ki, mən valideynlərimlə hisslərimi bölüşüm. Bu hisslərin qarşılığında necə münasibət görməsi burada artıq mühüm rol oynayır. Məsələn, uşağın əgər hisslərini ifadə eləməsinin qarşılığında ana və yaxud ata burada deyirsə ki, belə deyək, hisslərinin bastırmaq və gizlətməyinə səbəb olan o hisslərinin anlaşılmamağıdır. Məsələn, bu iki istiqamətdə ola bilər bu arada. Müsbət yöndə və mənfi yöndə ola bilər hisslərini gizlətmək uşaq. Məsələn, istəyirəm birinci mənfi istiqamətdən başlayaq. Hər zaman birinci mənfiləri göstəririk. Uşaq ağlayırsa və yaxud qorxa bilər, əsəbləşə bilər. Valideynin burada ona necə qarşılıq verməsi mühüm rol oynayır. Məsələn, valideyn deyir ki, ana xüsusən uşaqla daha çox vaxt keçirdiyi üçün burada anaları qeyd eləməliyik. Məsələn, ana deyir ki, burada ağlanacaq nə var ki, niyə ağlayırsan? Get otağında tək ağla. Ağlayıb qutaranda gələrsən. Uşaq artıq elə düşünür ki, öyrənir ki, deməli hissləri ifadə eləmək yaxşı bir şey deyil və mən hisslərimi gizlətməliyəm. Və yaxud uşaq qorxa bilər. Yenə ana deyir ki, burada qorxacaq nə var? Bir də bu şeyə niyə buna əsəbləşirsən? Bir də belə reaksiya göstərsən, sən görərsən, artıq bu təhdidə keçir. Uşaq burada qətiyyən emosiyalar qarşılıq görmür, ifadə eləmək də öyrənilmir. Bu uşaq düşünür ki, həyatda başqa insanlarla da münasibətdə hissləri gizlət və ifadə eləmə. Çünki qarşılığında müsbət bir necə deyirlər, reaksiya ala bilməyəcəksən. Bir də bunun necə deyirlər, hisslərin üstünün örtülməyinə və gizlədilməyinə səbəb olan valideynlərin bir də müsbət belə desək dəstək göstərməyi var. Bu müsbət dəstək necədir? Biz də müsbət dəstəyə gözləyirik ki, görə müsbət dəstəkdə necə uşağa nə qədər təsirlər ola bilər. Əslində biz düşünürük ki, bu müsbət dəstək yaxşıdır, amma əslində bu da bir mənada zərərlidir. Necə? İndi onu demək istəyirəm. Düşünürəm ki, bu çox zaman gözdən qaçan bir tərəfdir. Məsələn, uşaq yıxılır və ağlamadı. Ana ətrafda kim varsa, bəlkə xala, ata, baba, nənə deyir ki, bax, nənəsi ya da babası uşaq yıxıldı amma heç ağlamadı. Ya da kimsə onun oyuncağını əlindən aldı, heç üzülmədi. Uşağa təşviq eləyir ki, hissləri ifadə eləmək yaxşı bir şey deyil. Uşaq da elə bilir ki, əslində hisslərimi içimdə saxlasam, hamının xoşuna gələcəm, seviləcəm. Bu yaxşı bir şeydir. Bəli. Yenə də hissləri ilə təmas eləməyi öyrənə bilmir. Ümumiyyətlə, qaçınqan bağlanma stilinə sahib olan insanların sonraki həyatlarında emosional baxımdan çox çətinliklər yaranır. Yəni, istər dostluq münasibətlərində, istər ailə quranda hisslərinə təmas eləyə bilmirlər. İnsanlara məsələn, sual verəndə ki, nə düşünürsən, onlar nə hiss eləyirsən, onlar düşündüyünü deyirlər. Halbuki sən ona nə hiss elədiyini soruşursan.
Və ən əsası Cəmilə xanım, siz orada vurğuladınız ki, danışığınızın əsnasında vurğuladınız ki, mənfi və müsbət tərəflərini vurğulayanda dediniz ki, birinci mənfiliyi deyək, sonra müsbəti vurğuladınız. Yəni psixologiyada bunun bir fərqi var ilk olaraq, çünki biz də adi həyatımızda öyrəşmişik ki, nəsə uşaq bir xəbər verəndə deyir, bir pis xəbərim var, bir yaxşı xəbərim var. Hansını verim? Biz birinci deyik ki, pis xəbər verin. Bunun psixologiyada bir bağlılığı var. Yoxsa elə bu adi baxımdan olan bir fraza kimi, yəni deyirik ki, birinci pisidir. Yox, psixologiya ilə əlaqəsi əslində demirəm var. Prosta mən burada ona görə birinci mənfini demək istədim ki, insanlara hər zaman birinci daha o tərəfi maraqlı olur ki, diqqəti daha çox çəkir. Ona görə birinci bunu qeyd eləmək istədim. Çox gözəl cavablandırdınız. Cəmilə xanım, bir də sizdən ricamız ki, biz ki bu bağlanmanı öncədən ki qeyd etdik və növlərini də dediniz, nə cür etmək lazımdır. Bizə maraqlı gələn də suallardan biri də budur ki, hansı yaş aralığında bağlanma formalaşır? Biz elə bilirik ki, məsələn, müəyyən bir yaş olmalıdır, sonra bağlanma olmalıdır. Psixologiya tərəfdən, psixoloqların nəzəri ilə bağlanma hansı yaş aralığında daha çox formalaşır? Bu da bir maraqlı sualdır sizin tərəfinizdən. Təşəkkür edirəm. Bu barədə iki fərqli fikirlər var. Bəzi mütəxəssislər hesab edirlər ki, əsasən 3 yaşa qədər formalaşır, amma əsas fikir budur ki, bağlanma 7 yaşa qədər formalaşa bilər. Ümumiyyətlə 7 yaş qeyd edeyim ki, bizim həyatımızda o qədər mühüm bir dövrə əhatə eləyir ki, bizim bütün demək olar həyatımızın qalanı bizim bu 7 yaşa qədər aldığımız emosiyalar, hisslər, düşüncələr nə almışıqsa o təməl olur ki, biz həyatımızı davamını onun üzərindən belə deyək, davam eləyək. Bu arada qeyd eləmək istəyirəm ki, İslamda da xüsusən Həzrət Peyğəmbər də bunu qeyd edirdi ki, yaş dövrlərində xüsusən 7 yaşı vurğulayırdı ki, bu dövrdə 7 yaşa qədər uşağı sərbəst buraxın. Sərbəst buraxın deyəndə bu o demək idi ki, əslində elə psixologiyanın dediyi sözə gəlir ki, uşağa o qədər sevgi ver ki, uşaq sənə güvənsin, inamı yaransın. Artıq 7 yaşa qədər o güvəni alandan sonra Peyğəmbər deyir ki, 7 yaşdan 14 yaşa qədər onu öyrət, tərbiyə verə bilərsən, elm öyrədə bilərsən, hər hansı bir davranış öyrədə bilərsən. 14 yaşdan sonra isə hətta ondan məsləhətləş Peyğəmbərimiz deyərdi. Ona görə bu yaş dövrlərinin əslində İslamla da çox bağlılığı var. Bəli. Əslində elə vurğuladığınız hədisdə də qeyd etdiyiniz kimi 7 yaşa qədər olan bir dövrü qeyd etdiniz. Demək ki, onda uşaqların sonrakı yaş dövrlərində, çünki bəzən bu mövzular bu studiyamızda da müzakirə olunubdur. Maraqlıdır. O 7 yaş dövründə ki, uşaqlar vurğuladığınız kimi mənfi, müsbət tərəfləri götürsək, müsbəti kənara qoy. Biz mənfidən əsas götürməsidir. Mənfi tərəfli əgər bağlanma olarsa və mənfi tərəfdən belə deyək də uşaqlar travma alarsa, mənim üçün daha çox maraqlıdır ki, onların məsəl üçün 20-21 yaşda onun nə kimi mənfi təsirləri ola bilər? 7 yaşında məsəl üçün bağlanmada zədələr görmüş bir uşaq 21 yaşda məsəl üçün 22 yaş olsun 18 yaşda o travmanın necə nəticələri ortaya çıxa bilər? Bu da qəşəng bir sualdır. Əvvəlcə bunu istəyərəm qeyd edeyim ki, bu bağlanma stillərini araşdırmalara görə 25-30% insanlar sonradan bunu dəyişə bilirlər özlərində işləyərək. Yəni biz qeyd elədik təşvişli və qaçınqan bağlanma ətrafında hələ yetəri qədər danışmasaq da ki danışarıq. Bunu sonradan dəyişə biliblər 25-30% insanlar. Araşdırmalar belə göstərir və sonrakı nəticələrində ən əsas həmən bu qeyd elədiyimiz qaçınqan bağlanma bəzamına dediyimiz kimi çəkingən də deyirlər. Bu insanlar emosional bağ qurmaqda çətinlik çəkirlər və həmçinin bədənlə əlaqələri də zəif olur. Hisslərinə təmas eləyə bilmədikləri üçün nə hiss elədiyini bilmirlər və çox zaman maksimum dərəcədə müstəqil və sərbəst, güclü olmağa çalışırlar. Başqa insanlardan sevgi almağa, ondan sonra kömək istəməyə ya da köməyini qəbul eləməyə qətiyyən bu insanlar açıq deyirlər. Burada qeyd edə bilərik ki, bəs həmişə deyirlər axı ki, uşağı müstəqil böyütmək yaxşı bir xüsusiyyətdir, özü sərbəst olsun, hər şeyin öhdəsindən gələ bilsin. Bəli, burada bir incə nüans var ki, güvənli bağlana bilən insanlar da müstəqil müəyyən işləri icra edə bilirlər, sərbəst olurlar. Amma onlar
hər hansı bir köməyə ehtiyacı olan güvənli bağlana bilən insanlar başqalarının köməyi çox rahatlıqla istəyə bilirlər, qəbul edə bilirlər. Bu onlar üçün çətin deyil. Amma qaçınqan insanlar bu barədə çox böyük çətinlik yaşayırlar. Onlar kömək ala bilmirlər ümumiyyətlə. Hətta evlilik münasibətlərində də bu insanların emosional olaraq davamlı münasibətdə qala bilmirlər. Onların müəyyən bir zamana ehtiyacı olur ki, tək olaraq enerji yığsınlar, müəyyən müddət tək qalsınlar, yəni. Bəzən bu qarşı tərəf tərəfindən anlaşılmaya da bilir, yəni qəribə də görsənə bilir ki, bu niyə belə eləyir? Bəli Cəmilə xanım, onda sizin bu vurğuladığınız ki, nüanslar vardı. Bu qənaətə gəlmək olar ki, demək ki, bu bağlanmaq hissləri var idi və ən sonda vurğuladığınız vardı. Sonra da bunu dəyişə bilərik. Bəli, təbii ki, öz üzərimizdə çətinliklə də olsa, amma dəyişmək olur. Bəli, öz üzərimizdə işləyərək, özümüzü inkişaf elətdirərək bunu sonradan dəyişilə bilər. Bəli. Bir də qeyd elədik ki, digər bir güvənsiz bağlanma stili olan təşvişli bağlanmadır və bu necə formalaşır? Bunun sevgi, valideyn sevgini gah verir, gah vermir. Tutarlılıq yoxdur. Bayaq da qeyd eləmişdik ki, güvənli bağ üçün tutarlılıq önəmlidir, təşvişlidir isə tutarlılıq yoxdur. Gah var, gah sevgi orada yoxdur. Və bu zaman uşaq qorxu keçirdir ki, bu sevgi mən itirə bilərəm, hər an əlimdən çıxa bilər. Bu arada bu insanlar, kiçik yaşlardan təşvişli bağlanma stilinə sahib olan insanlar kiçik yaşlardan o qədər ətrafa diqqət göstərirlər ki, ətrafda qorxu varmı, təhlükə varmı? Diqqət ora yönəldiyi üçün enerjiləri də ora axır. Bəzən bu uşaqlar dərslərinə də fokuslana bilmirlər. Digər onları inkişaf elətdirəcək bir çox şeylərə fokuslanmaqda çətinlik çəkirlər, həm də enerjiləri qalmır. Sonralar, məsələn, münasibətlərdə də bu insanlar davamlı dostları, bəlkə evlilikdə həyat yoldaşlarını davamlı bir şəkildə sevgilərini test eləyirlər. Yəni necə? Bəlkə bunu bəzən sözlə soruşurlar, bəzən də sual olaraq verə bilmirsən axı hər dəfə. O zaman da kiçik hərəkətlərlə test eləyirlər ki, hər zaman yoxlasınlar ki, bu insan məni istəyir yoxsa yox, sevir yoxsa yox. Bundan əlavə də təşvişli bağlanan insanların ən böyük qorxusu tərk edilmə qorxusudur. Münasibətlərdə bəzən o qədər verici olurlar, həddindən artıq fədakar olurlar ki, nə edirsən elə, hər şey eləyərəm, yetər ki, məni tərk eləmə. Qaçınqan bağlanma stilinə sahib insanlar isə ən böyük qorxuları rədd edilməkdir. Qəbul olunmamaq, qəbul olunmamaq ən böyük onların qorxusudur. Və bu qaçınqan bağlanma stilinə sahib olan insanların həyatda ən böyük qorxuları qəbul olunmamaq və rədd edilmək olduğu üçün bu insanlar kömək istəməkdən də çəkinirlər. Düşünürlər ki, birdən imtina eləyər, birdən qəbul eləməz və qorxurlar. Bu arada bu bağlanmanın formalaşdıran valideynlərin özləri də adətən bu bağlanma stilinə sahib olanlar olurlar. Yəni valideyn özü emosiyalarını aça bilmir, uşaqla məsafə qurur, hisslərinə təmas edə bilmədiyi üçün özünün, dolayısıyla uşaqla da emosional əlaqə qura bilmir və bir növ ailədən gələn bir bağlanma stili də deyə bilərik buna. Amma bu genetik getmir, ailədən gələn. Bəli, sadəcə münasibət fonunda yarandığı üçün valideyn özü çəkingəndir deyə uşaq da o sonunda gəlir, dolayısıyla ora çıxarır da. Və uşağa bu valideynlər çox zaman yaşına uyğun olmayan işləri, belə deyək, vəzifələri uşağın üstünə bir növ qoyurlar. Yəni uşağa lazım olan yaşına uyğun dəstəyi göstərmirlər. Məsələn, uşaq belə deyək, valideynin verməli olduğu uşaq üçün qərarı uşağın özünə tapşırır. Uşaq özünü burada təbii ki, tək və dolayısıyla tənha hiss edir. Çünki o həmin bir vaxt müstəqil buraxılmalı deyil də, əksinə dəstək verilməlidir valideyn tərəfindən. Bundan əlavə də çox zaman, hətta keçmiş vaxtlardan, bəlkə 30-50 il bundan əvvəllərdə də xüsusən bu çəkingən və qaçınqan bağlanma stili dominant ailələrdə formalaşır. Bu ailələrdə çox zaman avtoriter valideynlər olduğu üçün uşağın nə düşündüyü, necə ona maraqlı olduğu, nə hiss elədiyi önəmli hesab olunmur. Əsas olan valideyn nədirsə, necə deyirsə uşaq onu icra eləməlidir. Yenə də burada bir emosional bağ qurulmadığı üçün yenə də uşaq hisslərinin üstünü örtməyi öyrənir. Bu barədə ümumiyyətlə bizdə imamlarımızdan, Həzrət Əlidən, İmam Baqirdən də bir sıra hədislər var. Məsələn, İmam Baqirdən bir hədis var bu barədə. Deyir ki, ən pis valideyn o valideyndir ki, uşaqlarına yaxşılıq eləməkdə ifrata varır. Məsələn, biz dolayısıyla bunu uşağa həddindən artıq müstəqillik verən valideynə deyə bilərik ki, uşağın yaşına uyğun olmayan qərarı ona tapşırırsa,
uşaq dəstək almır. O yaxşılıq kimi görünür, əslində pislik olur. Sevgidən vurğuladınız. Əgər biz bu bağlanma stillərinə diqqət etirsək və ardıcıllıqları siz danışdıqlarınıza diqqət etsək, görək ki, bu bağlanma stillərində sevgi və hörmətə yanaşı qoysaq, bizə də maraqlı gəlir ki, uşağa hörmət etməklə, onu sevmək də eynidirmi? Bağlanmanın növlərində gedir. Çox qəşəng sualdır bu da. Çox maraqlıdır. Bəzən bizdə sevgi və hörmət bir-biri ilə qarışdırılır, bəzən eyniləşdirilir. Hörmət bir insanın varlığının qəbul olunmağıdır. Sevgi bir insanın varlığının bəslənməsidir. Fərq bundadır. Birində qəbul edirsən, birində varlığını bəsləyirsən. Ümumiyyətlə sevgi görməyən insanlar, yəni uşaqlıqdan bunu ala bilməyən insanlar çox zaman hörmət dalınca qaçırlar. Çünki onlar heç zaman düşünmürlər ki, kimsə məni sevə bilər. Əslində bunlar sevgini hiss eləyə bilmirlər deyə hörmətlə onu bir növ kompensasiya eləməyə çalışırlar. Əslində sevgini ala bilsələr, bu qədər hörmətə ehtiyac da duymazlar dolayısıyla. O qədər istəyirəm və onun fikrində formalaşıram. Şüuraltı ona hazır oluram. İnşallah mütləq çox rica da edərdik ki, mütləq verilişlərimizin birində bu mövzuya toxunaq ki, o istəməklərin müqabilində necə baş verir psixoloji baxımından onu əldə etmək. Mütləq bunu işləyək sizlə. Çox sevə-sevə də dinləyə bilərik sizi. Çox sağ olun. Təşəkkür edirik qəbul etdiyiniz və bizim təklifimizə rədd etmədiyiniz üçün. Mən də təşəkkür edirəm. Çox xoş oldu mənə. Ümid edirəm ki, izləyicilərə də faydalı olacaq. Bəli, əziz izləyicilər. Cəmilə xanım ilk veriliş idi ki, bizim studiyamızda qonaq idi. Amma həqiqətən də o qədər gözəl, diqqət cəlb edən fikirlərini dinlədik. Əminəm ki, sizlər də yararlandınız və müəyyən bir suallarınız, məxsusən də verilişlə bağlı suallarınız olarsa, rəy bölümünə inşallah yazın ki, qonaqlarımızın inşallah elə özləri də cavablandırar. Sizlərlə sağollaşırıq. Sağollaşırıq ki, gələn cümə, axşamı bir daha gələk. Gələk sizlərin evlərinizdə qonaq olaq və yeni bir mövzuların sizlərlə paylaşıb və siz də onları dinləyib bizə gözəl rəylər və gözəl suallarınızı verəsiniz inşallah. Sağollaşırıq. Sağollaşırıq ki, gələn dəfə bir daha salam deyək. Sağ olun, salamat qalın. Allah amanında.